Ötən ay paytaxt və regionlarda 945 nəfər işsiz və iş axtaran şəxs özünü məşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin olunub. Daha ətraflı məlumatı Nuranə İbrahimli təqdim edəcək. Nuranə, hər vaxtın xeyir olsun. Bu arada bir daha vurğulayaq. Özünü məşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin edilən vətəndaşlarla bağlı hansı yeni məlumatlar var? Davamını səndən eşidək. Salam Rəhman, xoş gördük səni. Doğru vurğuladın. Verilən bu aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, eyni zamanda istehsalat, xidmət sahələrində kiçik təsərrüfatlar yaradılıb. Əlbəttə ki, bizim üçün də maraqlıdır. Ümumiyyətlə, bu il ərzində bu istiqamətdə başqa hansı proqramlar həyata keçirilib? Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Fatimə Vəlizadə bizə kömək edəcək. Fatimə xanım, xoş gördük sizi. İstəyirəm həm bu proqramla bağlı bizə məlumatları təqdim edəsiniz, həm də paralelində buna bənzər başqa hansı proqramlar həyata keçirirsiniz və ümumilikdə nə qədər insanı əhatə edir bu proqramlar? Hər vaxtınız xeyir. İlk olaraq qeyd etmək istəyirəm ki, may ayı ərzində 945 şəxsimiz bizim özünü məşğulluq proqramı üzrə əmlaklarla təmin edilmişdir və artıq kiçik bizneslərində fəaliyyətə başlamışdır. Bundan əlavə, cari il ərzində 10 minə yaxın şəxsimizin artıq əmlaklarla təmin edilməsi və paralel olaraq biznes təlimlərinə cəlb edilməsi nəzərdə tutulmaqdadır. Buna paralel olaraq bir neçə bəndi qeyd etmək istəyirəm. Bizim özünü məşğulluq proqramı çərçivəsində həvəsləndirmə mükafatları mövcuddur. Həvəsləndirmə mükafatlarının mahiyyəti bundan ibarətdir ki, Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən məşğulluğa dəstək layihəsi çərçivəsində əgər vətəndaşımız artıq əmlakla təmin olunubsa və bir il ərzində qanuni fəaliyyət göstərirsə, yəni vöyən aktivləşdiribsə və digər ödənişlərini edibsə, bu halda biz həmin şəxslərə əlavə əmlaklar veririk və bu layihəmiz də uzun müddətli bir layihədir. Digər əmlakla təmin olunan vətəndaşlarımıza da bildirmək istəyirəm ki, əgər uğurlu və qanuni şəkildə bizneslə məşğul olarlarsa, növbəti mərhələdə biz onlara yenidən başqa əmlakların təqdim edilməsini həyata keçirdəcəyik. Bundan əlavə başqa bir layihəmiz haqqında da danışmaq istəyirəm. Bu, Oğuz rayonunda pilot olaraq həyata keçirilən avtoklaster layihəsidir. Avtoklaster layihəsinin mahiyyəti bundan ibarətdir ki, vətəndaşlarımız eyni ünvanda avto sahəsinə aid olan bir neçə zərfdə fəaliyyət göstərə bilərlər. Burada isə tələblərimiz çox sadədir. Oğuz rayonu və Şəkir şəhərində və ya rayonunda yaşayan şəxslərimiz müraciət edirlər, avto sahəsi üzrə peşə bacarıqları varsa, qısa müddət ərzində əmlakla təmin olunurlar və avtoklaster layihəsinin müsbət cəhəti bundan ibarətdir ki, biz həmin şəxslərə konkret bir ünvan təqdim edirik və bu ünvanda çox cüzi bir məbləğ ödəməklə artıq həmin şəxslər kirayə haqqı ilə birlikdə fəaliyyət göstərə bilərlər. Layihənin xüsusi hissəsi isə bundan ibarətdir ki, bu layihə çərçivəsində vətəndaşlarımızın müştərilərinin daha çox olması, qazancının daha yüksək olması prioritet olaraq qəbul olunub və maksimum şəkildə də bunun üçün səy göstərəcəyik. Təşəkkür edir, çox sağ olun ətraflı məlumat üçün. Bir daha vurğulayaq ki, vətəndaşlarımızın kiçik təsərrüfatlarla təminatı istiqamətində hansı layihələr həyata keçirilir və burada nə qədər insanı bu layihələr əhatə edir, bunlarla bağlı məlumatları təqdim etdik. Çatdıracaqlarımız bundan ibarətdir. Söz ötürük xəbər mərkəzimizə. Təşəkkürlər Nuranə, minnətdaram sənə son məlumatları bölüşdüyün üçün.